Salam əziz şagirdlər. Nəhayət, belə deyim, sınaq 8, 9, 10-cu və 11-ci siniflər üçün sınaq 8-in izahına, test izahına keçmək istəyirəm. Deməli, əziz şagirdlər, sınaqda orta səviyyəli suallar daha çox olub, çətin səviyyəli suallar da təbii ki olub. Amma daha çoxu, belə deyim, orta səviyyəli suallar əks olunur. Yəni, sınavdan daha gözəl nəticələr toplamaq olardı, amma suallar yenə deyim kimi, hər dəfə kimi yeni tip suallar öz əksini tapır. Yəni, asan da var, təbii ki, çətin də var. O baxımdan, yəni, belə deyim, daha çox sual işləmək mümkün olardı. Başladıq uşaqlar, davamına baxaq. Deməli, birinci sualın keçək izahına. Birinci sual tənasürdür, sadə tənasürdür. X-i vuracam. X-i vurmaq lazımdır. 25-də 4-ə, yəni orta ədlərin hasili kənar ədlərin hasilinə bərabər olmalıdır. Bu da bərabərdir. 15-də 2 vurma 10-da 3, 10-da 3. Bu da x vurma 4. 25-də 4 bərabərdir. 15-dən bu 3 ixtisar gedir. Qalır 5. 10-dan da bu gedəndə qalır 1, bu da 5. 5 5-imdə 25-də 1. X tapanda 25-də 1-i bölürəm 25-də 4-ə. O da eləyəcək 4-də 1. Bəziləri 4 götürmüşdü, çaşmışdı. Cavab C bəndi. Uşaqlar, bu sual birinci suallarda səhv gedib, ondan sonra düzəliş eləmişdim. Deməli, əslində sual səhvdir. 16 bunu bu şəkildə yox, uşaqlar. Bu şəkildə yazsaydı daha yaxşı olardı. 16 çıxılsın 6, 16 plus 6. Bu deyəcək 16-dan 6 çıxanda 10, 22 eləyəcək 220. Yenə dediyim kimi, bunları 220 düzəltmişdim növbəti testlərdə. Uşaqlar, 2m-1 ilə 2m+1 ədədləri qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin əbubu neçə olur? Həmişə 1 olur. Yəni 4m-7 bərabərdir 1-ə. 4m bərabərdir 7-ni keçirəndə bu üzə 8. M də bərabərdir 2-yə. M-i tapdım. Gətirdim, qiyməti qoydum yerinə. 13 vurma 2, 26, 2-də çıxanda 24 əkub. 24 və 15-i 2-yə vuranda 30, üstünə 2 gələndə 32. 24-dən 32-nin əkubu uşaqlar 96-dır. Siz özü tapın. Çox sadədir. Yəni, diskriminantı tapıb işləyə bilərsən də. Bunu çox adam tapıb. Yəni, çətin deyil. 90% adam bunu düz yazıb. Necə bunu səhv edə bilmirsən, mən bilmədim. Amma mən sizə daha gözəl bir yol deyəcəm uşaqlar. Əgər əmsalların cəmi 0 olacaqsa, bax, əmsallar toplayanda 0 olacaqsa, bax, qaydamıza bax, gözəlliyə bax, siz bu qaydanı bilmirsiniz. Görürsünüz, 7, 1 toplayanda 8, 8-dən də mənim 8 toplayanda görürsünüz 0 alınır. O zaman kökün bir dənəsi həmişə 1 olacaq. İkinci kök isə həmişə C-ni A-ya böləcəm. C bölünsün A. Görsən şifahi şəkildə. Ay müəllim, bunu bilmək mənə nə qazandıracaq? Vaxt qazandırır uşaqlar. Riyaziyyatın gözəlliyi odur ki, vaxt qazan. Sən vaxt qazansın, bunu sən şifahi işləsin. Hamısı işləyə bilirsən. Yəni çətin bir şey yoxdur. Bu da olacaq. Bir dənə kök həmişə 1 olacaq. Qaydamız belədir. Deməli olacaq -8 bölünsün 7. Bu da eləyəcək -8 bölünsün 7. Cavab C bəndi. Baxdınız uşaqlar, yenə dediyim kimi, çətin sual deyil. Çətin sual deyil. Heç bir çətinliyi yoxdur. Təbii ki, çətinliyi yoxdur, amma sən bunu işləməliydin və ya diskriminantını tapırsan uşaqlar, köklərini tapırsan, x1, x2-ni, onu hamı bilir deyə o yola getmirəm heç. 64-dən 8 çıxır, 3 vurma 8, özü yazı bilə qız, 2 vurma 5, 10, 24 çıxılsın 10, plus 100-dən də 10 çıxır. Bu deyəcək, onlar gedəcək, olacaq, deməli, 24. Cavab E bəndi. Asan sual idi. Ən böyük qiyməti tapılması uşaqlar. Bunu 2 yoldan hesablaya bilərdik. Ən böyük qiyməti funksiyada müəllim necədir? Funksiya kimi deyil, eyni şeydir. Qiymətin tapmaq, 1 və x0-ı tapıb gətir qiymətini qoymaq yerinə. Bir də y0-ın düsturı var da. 4ac çıxılsın b kvadratı bölünsün 4a-ya. Gətirib qiyməti qoyacağım. 4 vurma, a neçədir? -1. C 1 olacaq. Deməli, olacaq belə. Ondan sonra b kvadratı b neçədir? 25 çıxılsın, 25 çıxılsın, 4 vurma a. A da -1'dir. Uşaqlar, baxın,
4-ü mənfi verin, mənfi 4. 25 çıxanda mənfi 29. 4 mənfi 4-ü də böləndə eləcə 7 tam %25. Cavab B bəndi. Düz yazıb şagird. Əvvəlcə deyib ki, səbətdən. Bax, bu sual keçən il 9-cu sinifin 3-cü zonasına düşülmüş həlli tələb olunan sualdır. Heç bir dəyişiklik olmadan olduğu kimi imtahan atmışam ki, sınaq atmışam ki, baxım kim düz yazacaq. Çox təəssüf olsun ki, çox şagird bunu səhv yazıb. Qulaq asaq. Əvvəlcə səbətdə bilmirəm. X alma var. X almanın, yəni nə qədər yerim çatacaq olmasa da buradan qaydamada istifadə edirsən. Yaxşı, buradan elə istifadə edirik. Əvvəlcə səbətin neçə alma var? X alma. Bax, məsələni oxumaq lazımdır. 6 alma götürdülər. Elədi x minus 6 alma qaldı. Sonra qalan alma x minus 6-dır. 3də 1-i qədər götürdülər. Yəni uşaqlar x minus 6-dan 3də 1-in götürüblərsə 3də 2 alması qaldı. Belə. Daha 6 alma yeni götürdülər. 6 alma götürdülər. Nəticədə alma əvvəl nə qədər idi uşaqlar? Əvvəlcə alma x idi. İndi yarısı qədər qaldı. Qutardı bu tənliyi həll edəcəm. 3də 2 x çıxılsın x. 6-nı 3də 2-yə verəndə 3-dən gedəcək 4 çıxılsın 6 bərabərdir x bölünsün 2-yə. Bunu da olacaq uşaqlar. Deməli, bunu keçsə bu tərəfə ən yaxşısı. Nə də bu 3də 2 x çıxılsın x bölünsün 2 bərabərdir 10-a. Bu mənfi 4-dən 6 çıxdım. 10 elədi. Mənfi 10 keçdi, özü müsbət elədi. 3-dən 2-yə küp 6. Deməli, bunu 2-yə, bunu 3-ə vermək lazımdır. Bu da eləcək 6-da 4x çıxılsın 3x bərabərdir 10-a. X bölünsün 6 bərabərdir 10-a. X isə bərabərdir 60. Neçə alma oldu? Səbətin neçə alma var idi? 60 alma. Gözəl, çətin sual deyil. Çətin sual deyil. Deyib, fərqi 16 və 24-ə bölünür. Əkyob tapmaq lazımdır uşaqlar və ya əkyob tapmadan da başqa necə işləmək lazımdır? Gözüm bir işləmək. Deməli, uşaqlar, nəyə baxmaq lazımdır? İndi bunların fərqi deyib ki, 18 və 24-ü qalıqsız bölünür. A-nın ən kiçik müsbət qiymətini tapın. Deməli, uşaqlar, bu çox sadədir. 224-dən neçə çıxsam, yəni bu əvvəlcə əkyob tapıram bunlara. 18 və 24-ə. Əkyob tapdım, elədi 72. 72-ni gəlin misillərini tapaq. Baxaq 224-ə yaxın hansı ədəd olacaq? 1-ə verəndə 72. 70-ni 2-yə verəndə elədi 144. 72-ni 3-ə verəndə elədi 126, 216. 216. İndi 224-dən neçə çıxanda 216 alınır? 8. Cavab 8 olacaq. Uşaqlar, bu asandır, bu da asandır. Nisbətləri deyəndə A olacaq 4K. Mən demişdim, birinci olan ədəd. B olacaq 5K. C olacaq 7K. Deməli, gətirib qiymət qoysun. 7K-nın kvadratı çıxılsın B-nin kvadratı, 5K-nın kvadratı çıxılsın A-nın kvadratı, o da 4K-nın kvadratı. Bərabərdə 32-yə. 7K kvadratı 49K kvadratı çıxılsın 25K kvadratı çıxılsın 16K kvadratı bərabərdə 32-yə. Çıxanda 24, bu da eləyəcək 16 çıxanda 8K kvadratı bərabərdə 32-yə. K kvadratı bərabərdir 4-ə, K da elədi 2-yə. K ikilisi ədədlər tapmağa nə var? 4 üçün 8, 10 və 7 içində 14. Bunların cəmi deyib 14 son 24, üstündə 8 yəni 32. Cavab 32 olacaq. Uşaqlar, kəskin kiçə verilən bir də xassəsi var ki, qövslərin cəmi bölünsün 2. 70 plus 50 bölünsün 2. 70 50 toplayanda eləyəcək deməli neçə eləyəcək? 122 edə bölündə 60. Cavab belə sadə. Bərabər ilə 3 buzağın deməli perimetri eynidirsə, oturacaq da 10-dur. Bunun yarım tərəfləri eyni olur da uşaqlar. 70-dən 20-ni çıxaram, 50 qalacaq. 2-yə böləndə 25, bu da 25 alınacaq. Bu da cavab A bəndi. Ondan sonra baxaq uşaqlar davamına. 5000 ədədin standart şəkildə yazılışında 5000 ədədini yaza bilərəm 5 vurma 10 üstü 4. Əla, bunu düz yazıb qız. Yəni bu 5-dən qiymətli isə 5 olacaq, tərtib 4 olacaq. 5-dən 4-ün cəmi
9 edir. Zəhra bir sualları görəndə işlədik, sevinirəm. Amma bu sualı görəndə deyirəm niyə yazmamısan? Bu sualı görəndə deyirəm niyə yazmamısan? Bax söhbət odur. Uşaqlar bu kublar düz sürüşmə açsam, olacaq 93 çıxılsın 7. Ondan sonra 93-ün kvadratı, 93-ün kvadratı plus elə balınacaq da. Baxın, bu yazacaq bunu. Bu yazacaq. 93 çıxılsın 7 bir dəfə. 93-ün kvadratı plus 93,7 plus 7-nin kvadratı. 49 yəni o da. Bölünsün 93-ün kvadratı. Üstə gəlsin 7,93. Üstə gəlsin 49. Buna ixtisar getdi. Qaldı 86. Buna 86 qaldı. 86. Üstə gəlsin. Bu 93 kvadratı çıxılsın 7-nin kvadratını bir dəfə yazaram. 93 çıxılsın 7. Bir dəfə də 93 plus 7. Bu da bölünsün 86-ya. Bu 86-dan ixtisar getdi. 86 üstə gəlsin. Yəni 93-dən 7 çıxdım 86 ixtisar getdi. Bir dənə də qalıb burada 100. 100 dənə də 86, 186. Cavab A bəndi. Açıq tipli sualları keçirik. Kodlaşdırmaya. Deməli uşaqlar deyib ki, bucaqlardan biri 30 dərəcə olan düzbucaqlı üstbucağın katillərin fərqi. Kök altında 12-ni necə yazsam? Bunu yaza bilərəm ki, kök altında 4,3 kimi yaza bilərəm. Bəli. Çıxılsın 2. 4-dən 2 çıxacaq. 2 kök altında 3 çıxılsın 2. Katillərin fərqi budursa, yazaram katilləri. Deməli uşaqlar, bunu yazaram 2 kök altında 3, bu 2-dir. Nəsə yadıza düşmədi? Kök altında 3. 2 kök altında 3. İndi uşaqlar, 30 dərəcəli bucaq qarşısında dayanan katit 30-dur bu. Bu 60-dır. 30 dərəcəli bucaq qarşısında dayanan katit hipotenuzun yarısıdır. Deməli 30-un qarşısındakı dayanan tərəf 2-dirsə, 60-ın qarşısında dayanan tərəf 2 kök altında 3-dür. Yaxşı. Bizə deyib hipotenuzunu tap. O da hipotenuz həmişə 30 dərəcə bucaq qarşısında dayanan katet hipotenuzun yarısı. Deməli bu 4 olub ki, 4-ün yarısı 2 eləyib. Çox maraqlı sual idi, qəşəng sual idi. Şöyle qrupdakı tələbələrin hər biri ingilis və fransız dilini öyrənir. İngilis dilini bilən bütün tələbələrin 80%, fransız dilini bilən isə 70%, hər iki dilini bilən tələbələrin neçə faizidir? Uşaqlar, bu ingilis dilini bilənlərin sayı, ingilis dilini bilənlərin sayı deməli olsun, belə deyim, 80%. Yaxşı, fransız dilini bilənlər, fransız dili isə o da 70% olacaq. Deməli, hər iki dil bilənlər tələbələrin sayını tapanda belə deyim də, deyib ki, fransız dilini bilənlər bu qədər, ingilis dilini bilənlər bu qədərdir. Fransız dilini isə, ingilis dilini bilənlər isə hər ikili bütün dillərin neçə faizini bilir. Hər iki dili bilən bütün tələbələr neçə faiz bilir. Deməli, hər iki dili bilənləri necə tapıram? Bunun birləşməsi, mən elə bir bunların kəsişməsini də götürürəm. Ümumi tələbələrin sayı. Bax, belə düsturumuz var dəstində 80 ilə. Bunu indi dəstə daha gözəl izah edərəm. 80 ilə 90% toplayıb, buna 100% çıxacam. Bu deyəcək 50%. Bu belə. Yəni, bunu daha gözəl izahını inşallah düşünərəm dəstə. Onu izah edərəm. Çox sadədir uşaqlar. Bu, yəni çətin bir şey deyil. Tənlik deyil. 2x bərabərdir. Buna əkobunu tapırsan. Əkobunu tapdın 96. 2x minus 6 bərabərdir 96-ya. Bu keçir bu üzə. Bu nətər 96-nın bu üzə necə keçir bilmirəm. Bu üzə keçir. Bunlar müsbət olur. 96-dan toplayın 102. 102-ni 2 bölündə 51 alınacaq. Hər tərəfi kvadrat düzəldirəm ki, uşaqlar. Deməli, 3x plus 1-in kvadratı kvadrat düzəltdim. Kök getdi. Qaldı 3x plus 1 bərabərdir 25-ə. 3x bərabərdir 25-dən 5 çıxanda 24-ə. X bərabərdir 8-ə. Cavab belədir. Bu sual nəsə səhv alınıb, mən başa düşə bilmədim mi? Baxın, deməli uşaqlar, düz xətt üzərində şuaların sayını tapanda, düz xətt üzərində 12-dən nöqtə qeyd olunubsa, 12-dən nöqtə qeyd olunubsa, bu şuaların sayını tapanda 12,2 24 dənə şua var. Çox asan idi. Bu sual səhv yazmaq ayıb şeydir. Nöqtələrin sayısı 12,12 minus 1 bölünsün 2 düsturunun istifadə olunur. 6, 6-nın 11-ə verəndə 66. Deyib cəmin tapın. 66-dan da 24-ü toplayanda eləyəcək 90. Belə. Ətraflı həlli tələb olunan suallar.
Uşaqlar, bax, x bucağı budur. X bucağı yadda saxlayın ki, alfa, beta, finin cəmidir. Həll tələb olunan suallar nə qədər yaxşı yazsınız, o qədər yaxşıdır. Bir də bunları tərəf-tərəfə toplaram. X, 3x. Çıxılsın alfa, 3x. Bax, çıxılsın alfa, çıxılsın beta, çıxılsın fi. Bunları toplayanda 230, üstünə də 100 gələndə 330. 330. Bax, bu 3x, bu alfanın mənfini çıxarsam, alfa plus beta plus fi bərabərdir 330-a. Alfa, beta, finin cəmi nə qədərdir? X-dir. 3x çıxılsın x bərabərdir 330-a. 2x bərabərdir 330-a. X də bərabərdir 330 bölünsün 2. 165. X oldu 165. Bu qədər sadə. Uşaqlar, bu sual nəsə biraz çətin suallar tipindən bu idi. Ondan başqa heç bir çətin sual yox idi uşaqlar. Bunu biraz uzadaram. Buna paralel xətt çəkirəm elə bil. Bunu düz bucaqlı üç bucaq yaratdım. Bu məsafə AB məsafəsi nə qədərdirsə, o məsafədə eyni məsafə olacaq. Uşaqlar, bu nə qədərdir? R2-dir. Eyni zamanda bu da R2 olmalıdır. R2 olmalıdır. Bu isə bu məsafə var ha. R1 çıxılsın R2 olmalıdır. Yəni ümumi məsələn 5-dir. 3-də budur. 5-dən 3 çıxmırsan eyni qaydadır. Bu yaxşı. Bu R1-dir. Bu da R2-dir. İndi uşaqlar baxın bir dənə. Mən Pifaqor teoremi tətbiq edə bilərəm. R1 çıxılsın, bax R1 çıxılsın R2-nin kvadratı. Üstə gəlinsin 8-in kvadratı 64. R1-in kvadratı plus R2-nin kvadratı. Kənardan kvadrat. Pifaqor teoremi tətbiq edirəm. R1-in kvadratı üstə gəlinsin, çıxılsın 2R1 R2 müxtəsər format üstə kimi üstə gəlinsin R2-nin kvadratı plus 64 bərabərdir. R1-in kvadratı plus 2R1 R2 üstə gəlinsin R2-nin kvadratı. Hər tərəfini R2-nin kvadratlarını islah edirəm. Ondan sonra R1-in kvadratlarını islah edirəm. İndi 2R1 R2-ni atıram bu üzə. Olur 4R1 R2 bərabərdir 64-ə. R1-dən də R2-nin hasili 64 4-ə bölündə 16. Qutardı. Məndən hasil istənmişdi. Və yenə dediyim kimi, bax, sizin başa düşmədiyiniz nöqtə nə idi? Bu hipotənuz R1-dən R2-dir. Bu da radiusdur. R1-də axı bu hissəyə qədər. Bu da R2-dir. Onda R1-dən R2-nin cəmi imişdi. Elə O1, O2. İndi bu ümumi R2-dirsə, bu xətti seçdim, bu da 8. Paralel xəttlər həmişə bərabər olur da. Məsələn, belə bir paralel seçdim, bu da 8 olacaq. Deməli, bu da hündürlüyü yaradır deyə, bu da hündürlükdə. Çünki biz dünən keçdik ki, toxundan çəkilmiş radius həmişə perpendikulярdır. Xətt dedim, R1 çıxılsın R2, Pifaqor teoremi var, burada üçbucaq kat edilən kvadratların cəmi hipotenuza bərabərdir. Bu sadə misal uşaqlar. Yəni bunu elə üzərində işləyib 33-də 5, 5-də 14, yəni bu ixtisar elədim. Bunu deyim olar ki, səhv yazan yox idi deyə mən bunun üzərində heç işləmirəm. Bu tipli suallarda x kvadratı 1 bölünsün x bərabərdir 5-ə. Kvadrat üzərində hər tərəf. X-in kvadratı plus 2 vurma x vurma 1 bölünsün x müxtəsər vurma düzorda a plus b-nin kənardan kvadratının açılışı kimi. Plus 1 bölünsün r-in kvadratı bərabərdir 5-in kvadratına 25-ə. X kvadratı plus 1 bölünsün x kvadratı plus 2 bərabərdir 25-ə. Bu 2 keçdi bu üzə. 2-lər necə qaldı? Bu x-lər getdi. X kvadratı plus 1 bölünsün x kvadratı bərabərdir 25-dən 2 çıxanda 23. Baxın, cavab bu olacaq. Bunu kublar düzsür kimi açmaq lazımdır. Nə bilim, nalarıb söküb dağıdıblar. Kublar düzsür kimi uşaqlar. M kubu üstə gəlinsin, deməli 8 yazaram 2-nin kubu. Bölünsün 2-yə. Vurma m-in kvadratı çıxılsın 2m, yerin dəyişdiyində plus 4. Yuxarıda da m çıxardıram. 2-ni çıxardıram. M plus 2. Baxın uşaqlar, bunu asıram. M plus 2. M kvadratı minus 2m plus 4. Kublar düzsür kimi açdım. Bölünsün 2-yə. Bu düzsür. Bunu açdım. Açılması budur. Bu da olacaq 2m minus 2
m kvadratı minus 2m plus 4. Bunlar getdi ümumi. Getdi. 2-lər getdi. Qalacaq m plus 2, m minus 2. M kvadrat, bu nəyin asılışıdır elə? M-in kvadratı çıxılsın 2-nin kvadratının 4-ün asılışıdır. Bu sadə idi. İnşallah bunun aslı sizə demişdim qaydanı. Deməli, bunda qaydanı elə idi ki, 5 üstü 12-nin də son rəqəmi ilə 5 idi. 6-da da eyni qayda idi, dəyişmirdi. Amma 3-ün qüvvətlərinə baxmaq lazımdır. 3 üstü 1, 3, 3-ün kvadratı 9, 3-ün kubu 27, 3-ün üstü 20, yəni 4-dən 1 təkrarlanma olurdu. 26-nı 4-ə bölürdüm. 6, 6 4-ün 24, çıxanda 2. 2-ni gətirirdim, 3 üstü 2-ni isə 9. Deməli, bu ədədin sonu 9 imiş. İkinci ədədin sonu 5 imiş. Və buna gəlib toplama qoymusan. Toplama deyil, axı, nə olar? Çıxmadı. Bu diqqətsizlik səni öldürəcək. Yadda saxla. İndi 9-dan 5-i toplayıb 6-nı çıxsam, 14 çıxılsın 6, o deyəcək 8. Son rəqəm neçəymiş? 8. Buna qoşu bərabərsizliyi deyirlər uşaqlar. Baxın. Deyib ki, 3x ilə istənilən ədədin özündən tərsi 3x olanda bu böyükdür bərabərlik. Deməli olacaq kök 2 kök altında həmişə kök altında 3x vurma 25 bölünsün 3x-ə. Bu 3x-ə ixtisar etdi. 2 vurma kök altı 25-dən 5 çıxır. Elədir. Böyükdür bərabərlik 10. 10-dan böyük, ən böyük ədəd neçədir? Ən kiçik ədəd neçədir? 11. Yox, elə özü daxil 10 ilə. Cavab olacaq 10. Qoşu bərabərsizliyi bunlardan çox işləyib başa salaram. Məncə uşaqlar çətin bir sual çox da qabağımıza çıxmadı. Amma təbii ki var. Yəni indi sizin üçün çətindir. Amma inşallah yaxşı olacaq. Sağ olun.